Salam, mən Elvin Hüseynzadə, IT Brains Akademiyada data analitika üzrə təlimçiyəm. Sizə data analitika nədir, ümumilikdə məlumat vermək istəyirəm. Data analitika şirkətlərdə, banklarda, ən çox da böyük şirkətlərdə datanı analiz etmək üçün, qərar vermək üçün lazım olan bir sahədir. Son illər bu sahənin məşhur olmağına səbəb odur ki, şirkətlər böyüdükcə onların dataları da böyüyür, məlumatları böyüyür, məlumat bazaları genişlənir və şirkətlər gələcək üçün qərar vermək, biznesi inkişaf etdirmək, mövcud biznesin hansı mövqedə olduğunu yoxlamaq üçün data analizinə daim ehtiyac duyurlar. Mən sizə bugün data analitikada ən çox istifadə olunan toollardan biri SQL barəsində məlumat verəcəm. İlk keçək SQL-də cədvəlləri necə təhlil edə bilərik, buna baxaq. İlk öncə biz Live SQL-dən istifadə edirik. Live SQL-də bizdə hazır cədvəllər, databaza və sxemalar mövcuddur. Misal olaraq biz HR sxemasından istifadə edəcəyik. HR sxemasında bizim cədvəllərimiz burada görsənir. Gördüyünüz kimi HR countries, HR departments, HR employees, HR jobs və bir sıra cədvəllər mövcuddur. Bu cədvəllərin içərisində olan kolumlar, yəni sütunlarla buradan tanış ola bilərik. Bu hissədə HR countries-i klik etdikdə biz burada həmin sütunların adlarını görüb onunla tanış ola bilərik. Ümumilikdə isə SQL-də biz hər hansı bir cədvəli görmək üçün, cədvəldəki məlumatları təhlil etmək üçün, onlarla ilkin tanışlıq üçün müəyyən bir kod yazmalıyıq. SQL dili çox asan və praktiki bir dildir və bunu öyrənmək sizə çox da çətin olmayacaq. İlkin operatorlardan başlasaq, biz select ilə başlayırıq cədvəlimizi run etməyə, belə deyək, və cədvəlimizə ilkin olaraq baxış keçirmək üçün biz select all, yəni select ulduz from cədvəlimizin adı. Yəni birinci HR sxeması nöqtə qoyuruq, cədvəlimizin adını yazırıq. HR.countries. Burada run statement-ə klikləyərək aşağıda cədvəlimizlə tanış ola bilərik. Mövcud ilk olaraq biz görürük ki, burada country ID, country name, region name sütunları mövcuddur və bir sıra sətirlər vardır. Burada sətirlər country ID ölkələrin kodlarını, country name ölkələrin adlarını, region ID isə onların hansı regiona aid olduqlarını bildirir. Bu HR sxemasındakı countries cədvəldir. İndi isə HR sxemasında biz employees cədvəlinə baxaq. Bunun üçün də yenə HR.employees yazmaqla biz HR employees cədvəlinə ilkin baxış keçirə bilərik. Burada isə artıq sətir sayımız gördüyümüz kimi çoxdur. Burada employee ID, first name, last name, email, phone number və bir sıra başqa sütunlar vardır. Hansı ki bu sütunlar bizə imkan verir ki, biz bu şirkətdə işləyən, çalışan əməkdaşların adlarını, soyadlarını, e-maillərini, telefon nömrələrini, işə giriş tarixlərini, maaşlarını, job ID-lərini, yəni hansı, belə deyək, peşədə işləyirlər, həmin peşənin ID-lərini, commission PCT burada bildirir, komissiyası, yəni həmin əməkdaş maaşdan əlavə komissiya alırmı? Əlavə olaraq da burada manager ID və department ID sütunları var ki, bunlar da bizə bu işçinin hansı menecerə aid olduğunu və yaxud da hansı departamentə aid olduğunu bildirir. Burada bütün məlumatları görə bilirik. Növbəti cədvələ keçsək, məsəl üçün HR department cədvəlini, məsəl üçün biz burada department ID-ləri görürük, amma işçilərin hansı departamentdə çalışdığını görə bilmirik. Sadəcə departamentin ID-sini görürük. Departamentin name-ini isə biz HR departments cədvəlindən baxa bilərik. Bunun üçün yenə select all from HR departments yazmağımız kifayətdir.
Yenə bu yazdığımız kodu ayrıca həmişə seçməliyik. Burada seçdikdən sonra run klik edirik run statement-ə və artıq burada görürük ki, department ID, department name, manager ID, location ID sütunları var. Bizə lazım olan departamentin adlarını öyrənməkdir. Bunun üçün hər department ID-nin qarşısında hansı departament name-dir, yəni hansı departamentə aiddir, bunu görə bilirik. Biz artıq departamentlərin adlarını bilirik. Lakin bizə lazımdırsa hansı əməkdaşlar hansı departamentdə işləyir və bu departamentin adını öyrənmək, onda biz iki cədvəli join eləməliyik. Bunun üçün artıq bizdə HR employees cədvəli var. Biz burada bir join yazırıq. Join yazdıqdan sonra biz HR department cədvəlini join'in qarşısına yazırıq və biz burada bildirmiş oluruq ki, HR employee cədvəlini join edək HR department cədvəlinə. Və bu cədvəllərə qısa aliaslar veririk. Aliaslar nədir? Aliaslar bizdə cədvəllərin şərti olaraq skript daxilində adlandırılmasıdır. Hansı ki biz bundan sonra o cədvəlin kolumlarını, yəni sütunlarını istifadə etdikdə biz T və T2 qısa aliaslarından istifadə edəcəyik. Biz join'imizi yazdıqdan sonra, yəni cədvəlləri birləşdirdikdən sonra artıq hansı sütunlara görə birləşdirməliyik, o şərti verməliyik. Ümumiyyətlə SQL-də biz 2 və yaxud da daha artıq cədvəli birləşdirdikdə biz hər hansı sütuna görə onları birləşdirməliyik. Mütləq bu şərt verilməlidir. 2 cədvəl 2 ayrı-ayrı sütunlara görə birləşməlidir. Biz burada 2 cədvəli birləşdirəndə hansı ki biz bu birləşdirməni niyə edirik? HR employees və HR department cədvəllərini birləşdiririk. Səbəb isə HR employees-də olan, yəni işçi cədvəlində olan işçilərin hansı departamentdə işlədiklərini görmək üçün bu bizə lazımdır 2 cədvəli birləşdirmək. Ümumiyyətlə SQL-də 2 və daha çox cədvəl birləşdirmək mümkündür. Bunun üçün nə yazacağıq? Select birləşdirəcəyimiz cədvəlin nəticəsi bizə nə versin? Bizə lazımdır ad, soyad və işçinin departament adı. Bunun üçün yazırıq select first name. Bu first name hansı ki bayaq biz gördük, HR employees cədvəlindədir. Last name, o da HR employees cədvəlindədir və department name, yəni departamentin adı. Bu isə HR department cədvəlindədir. Biz burada seçirik HR nöqtə employees cədvəlini. Buna qısa adlandırma veririk skript daxilində, yəni alias, buna SQL-də alias deyilir. T yazırıq bura. Digərinə isə yəni HR department cədvəlinə isə qısa adlandırma olaraq T2. Yəni bundan sonra skriptdə biz artıq onlar həmin cədvəllərin sütunlarından istifadə etdikdə T və T2 qısa adlandırmalarından istifadə edəcəyik. Bunlar hansı ki HR employees və HR department cədvəllərini əvəz edəcək. Bu cədvəlləri hansı sütunlara görə birləşdirmək lazımdır? Ümumiyyətlə SQL-da 2 və daha artıq cədvəli biz birləşdirəndə onları müəyyən sütunlara görə birləşdirməli oluruq. Bunlar hansı sütunlardır? Deməli, hər ikisində bu cədvəllər arasındakı əlaqə department ID, yəni hər ikisində mövcud olan department ID sütununa görə əlaqə qurulub. Bunun üçün birinci yazırıq T nöqtə department ID bərabərdir T2 nöqtə department ID-yə. Bundan sonra isə artıq biz skriptimizi run edib nəticəyə baxa bilərik. Gördüyünüz kimi artıq biz burada first name, last name və department name sütunlarının nəticəsini gördük. Artıq biz görə bilirik ki, işçinin adını, soyadını və işçi hansı departamentdə işləyir. Bayaq isə biz bir qədər öncə select all yazıb HR employees cədvəlindən istifadə etdikdə isə biz ancaq işçinin ad soyadını və onun digər məlumatını görürdük. Lakin bizə lazım olan departament adını görə bilmirdik. Sadəcə departament ID-ni görə bilirdik.
Artıq bu yuxarıda yazdığımız join-ə biz işçilərin hansı departamentdə çalışdığını görə bilərik. Bundan əlavə biz başqa bir cədvəllərə baxsaq, məsəl üçün HR sxemasından yox, biz burada OE, order entry, yəni sifarişlər olan sxemadan istifadə etsək, biz burada müştərilərin sifarişlərini asanlıqla görə bilərik. Bunun üçün biz birinci hansı cədvələ baxmalıyıq? OE Customers cədvəlinə, yəni OE sxemasındakı Customers, yəni müştəri cədvəlinə baxmalıyıq. Bunun üçün yenə Select All from OE Customers cədvəli, birinci ilkin olaraq cədvəlimizdən tanış olaq. Run etdikdən sonra biz görürük ki, burada müştəri ID-si, müştərinin adı, müştərinin soyadı, müştərinin adı. Bəli, çəkir. Biz burada OE Customers cədvəlində müştəri haqqında məlumatları, müştərinin ID-si, adı, soyadı, müştərinin adresi, nömrəsi, hansı ərazidədir müştəri, e-maili, kredit limiti və s. bir çox məlumatları görürük. Gender və s. məlumatları görürük. Biz burada bu müştərilərin bizim şirkətdən aldığı sifarişləri məsələn görmək istəyiriksə, onda biz OE Orders cədvəlindən istifadə etməliyik. Bunun üçün yenə ümumiyyətlə SQL-da hər bir cədvələ baxış keçirmək üçün biz ilk öncə Select All from OE Orders, yəni cədvəlin adını yazaraq biz cədvələ ilkin baxış keçirib onun haqqında ilkin təəssürat toplaya bilərik. Cədvəl haqqında təbii ki. Burada müştərinin ID-si, müştərinin sifarişinin cəmi, hansı satış mütəxəssisi belə deyək ona satış edib o və sifarişinin məbləği bu sütunda məsəl üçün görsənir. Müştərinin ID-si burada, müştərinin sifarişinin nömrəsi, müştərinin sifarişinin tarixi, müştərinin sifarişinin növü bu cədvəldən əlbəttə ki görə bilərik. Yuxarıdakı cədvəldə isə biz sadəcə müştərinin ümumi məlumatlarını görürük ki, müştərinin adı, soyadı, nömrəsi və s. məlumatları. Biz bu iki cədvəli birləşdirməklə, yəni OE Customers və OE Orders cədvəllərini birləşdirməklə artıq müştərilərin hansı sifarişləri etdiyini, sifarişlərin ümumi məbləğini görmək istəsək, hansı ümumi məbləğləri onlar sifarişlə xərcləyiblər, bunları görə bilərik. Bunun üçün yenidən bu iki cədvəli biz birləşdirə bilərik. Bunun üçün yenə Select All from OE Customers yazırıq. Yenə qısa adlandırma edirik. Ona məsəl üçün T. Artıq yenə inner join. Digər cədvəlimizdən də OE Orders. Buna da isə qısa alias olaraq T2 yazırıq. Bu hissəni silək, bu hissəni silək. Burada isə 10 şərti veririk, hansı üstuna görə birləşdirib. Və bizə lazım olan sütunların adlarını da təbii ki bura yazmalıyıq. Biz Customer First Name, yəni customerın adı, soyadı və onun sifariş məbləğlərini yazsaq bizə kifayətdir. Məsələn, biz burada Cost First Name, Cost Last Name və Order Amount. Yəni Order Total sütunlarından istifadə edib sifarişin məbləğinə baxa bilərik. Bu iki dəfə yazıldığına görə biz error aldıq. Yenidən yoxlayaq. Bəli, biz artıq burada müştərinin adını, müştərinin soyadını, onun sifarişinin məbləğlərini ayrı-ayrılıqda görürük. Burada biz
Məsələn, eyni adamın 4 sətirdə 4 dəfə sıralandığını görürük. Bunun səbəbi nədir? Çünki müştəri bizdən 4 dəfə ayrı-ayrı sifarişlər edib və onların hamısının ayrı-ayrı məbləğləri buradadır. Bu gün sizə göstərəcəklərim bu qədər. Biz bu gün SQL-la ilkin tanışlığımız oldu. SQL-da biz cədvəllərlə tanış olduq. Data analitikasında bu cədvəllər necə istifadə olunur? Bu cədvəlləri biz necə birləşdiririk? Birləşdirməyimizin məqsədi nədir? Mən bunları sizə öyrətdim. Bu günlük bu qədər. Növbəti videolarda görüşərik.